Hal-hazırda Polşada necə ördək tutacağımızı göstərəcəm. Burada xüsusi aparatlar var ki, 1 zlot qarşılığında 2 ovuc belə bir yem verir. Bunun sayədə də yəni ördək tutmaq olur. İndi biraz belə əliniz cəlb olsun onun üçün. Şimdi mən də çalışacağım birini tutum. Bir zlot qarşılığında ördəyi tutduq. Bunu indi aparacağıq biz başın üzüb bir kababa verək. Biraz ördək yiyəcək, amma təmiz çəki burada 1 kilo ət var. Polşada da 1 kilo ətin bilmirəm ördək əti neçə olar, amma 1 zlota bir ördək heç də pis deyil məncə. Ördək yeyək səni. Səndən qəşəng kabab olaraq. Zarafat təbii ki buraxırıq ördəyi. Heyvanları qoruyaq və heyvanları müdafiə eləyək.